Hər vaxtınız xeyir. Qərbi Azərbaycan Xronikasının növbəti buraxılışı efirdədir. Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır. Xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Nazim müəllim, İrəvan xanlığı Azərbaycan dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsidir. Xanlığın yaranması, əhatə etdiyi torpaqlar, inzibati ərazi bölgüsü və idarəetmə sistemi barədə bizə nələr məlumdur? İrəvan xanlığı Azərbaycanın suveren dövlətçilik tarixinin bir parçasıdır. Yəni, o İrəvan xanlığında müstəqil dövlətlərə xas olan o atributlar hamısı var idi. Sadəcə olaraq o zaman bir Qacarlar dövləti var idi. Qacarlar dövlətindən bəziləri, o xanlıqlar bəziləri tam asılı idi, bəziləri yarı asılı idi, bəziləri tam asılılıqdan azad olmuşdu və s. Ancaq İrəvan xanlığı deməli öz ərazisinə görə, əhatəsinə görə, o tarixi keçmişinə görə o xanlıqların içərisində belə deyək, xüsusi yer tuturdu. İrəvan xanlığı bilirsiniz ki, xanlıqlar 1747-ci ildə Nadir Şahın ölümündən sonraki mərkəzdən qaçma qüvvələr parçalanma getdi və xanlıqlar parçalandı ayrı və İrəvan xanlığı da deməli keçmiş Çuxursəid bəylər bəyliyinin əsasən o Çuxursəid bəylər bəyliyinin ərazisində İrəvan xanlığı formalaşdı və onun ilk xanı Mir Mehdi xan oldu və ondan sonraki dövrdə bütün xanların adları bəllidir. Tarixdə bunlar hansı dövrdə, hansı illər, hansı illər kimlər İrəvan xanı olublarsa. İrəvan xanlığı ərazisi təxminən o zamanki dövrdə, müxtəlif dövrlərdə bəzən kiçilir, bəzən böyüyüb, təxminən 24 min kvadrat kilometr bir ərazini əhatə edir. Yəni ki, indiki Ermənistan ərazisindən biraz bir qiyasda bir ərazini əhatə edirdi və idarəçilik sisteminə görə xanlıq sistemi idi. Xanlığın da özünün iyerarxiya ilə o bölgü var idi ki, məsələn, kimlər mahallara bölünmüşdü, mahalların başçıları vardı, naiblər vardı. Ondan sonra İrəvan şəhərinin məsələn tutaq ki, kələntəri vardı, müxtəlif vəzir vardı, o belə deyək, maliyyə naziri statusunda olan adamları vardı və s. Yəni dövlət bayrağı vardı, İrəvan xanlığı bayrağı vardı və s. Yəni bunlar hamısı müstəqil dövlətə məxsus olan atributlar demək olar ki, İrəvan xanlığında mövcud idi. İrəvan xanlığı Azərbaycanlıların yaratdığı, yəni qurub yaratdığı və Rusiya işğalına qədər mövcud olan və sonuncu işğal olunan Azərbaycan xanlığıdır. Qədim İrəvan şəhərinin tarixi Səfəvi sərkərdəsi Rəvanqulu xan tərəfindən 1509-1517-ci illərdə tikilən İrəvan qalası ilə əlaqələndirilir. Bəzi tarixçilər isə bu şəhərin eramızdan əvvəl 782-ci ildə Urartu çarı tərəfindən Qanlıtəpədə tikilən Erebuni qalası ilə həmyaşıd olduğunu söyləyirlər. Hazırda əsaslandırılmış ortaq və yekdil fikir nədən ibarətdir? İrəvan şəhərinin tarixi haqqında erməni müəlliflərin bir sıra versiyaları var, uydurmaları var sözün haqqı mənasında. Yəni Urartu çarlığı ilə Urartu şəhəri deyək, o əslində o şəhər deyildi, bu hərbi istehkam qalası idi, o Qanlıtəpədə salınan hərbi istehkam qalası idi. Onun bugünkü İrəvan şəhəri ilə nə məkan baxımından, nə zaman baxımından heç bir əlaqəsi yoxdur. Çünki indiki o qeyd elədiyiniz kimi İrəvan şəhəri o qala salınandan sonra elə bil ki, Narın qala, iç qala formasında İrəvan qalası formalaşdı. Ondan sonra Bayır şəhər, yəni necə ki bizim Bakı içəri şəhər, sonra Bayır şəhər, yəni ətraf formalaşdığı kimi İrəvan şəhəri də o cür formalaşır. Və ermənilərin o uydurmasıdır ki, güya ki bu hətta güya ki Romadan da 30 il əvvəl salınır və s. Ancaq bugünkü İrəvan şəhərində aparılan arxeoloji qazıntılardır, digər tədqiqatlar zamanı ermənilərə məxsus və yaxud da onun qədimliyini aparan, tutaq ki, 1000 il, 2000 il, 3000 il əvvəl aparan heç bir maddi mədəni nümunəyə rast gəlməyib. Bu ermənilərin sırf uydurmasıdır ki, özləri necə ki bu böyük Ermənistanın bir parçası kimi, kiçik Ermənistan, böyük Ermənistanın bir parçası kimi ki, indiki Ermənistanı görürlər bunlar. Və güya ki, İrəvan şəhərdə bunların qədim paytaxtıdır. Hamısı ermənilərin öz deməli tarixlərini qədimləşdirməyə, özlərini gətirib bu zonaya, bu əraziyə pərçimləməyə xidmət edən bir deməli bir saxta bir ideyadır. İrəvan şəhərinin dediyim kimi heç bir əlaqəsi yoxdur. İrəvan şəhəri sırf Səfəvilərin dövründə o İrəvan qalası salınandan sonra formalaşır. Təbii ki, o ərazidə yaşayış məntəqəsi olmuşdur. Çünki çox münbit bir ərazidir. Hətta Evliya Çələbidə var ki, deyir ki, deməli Əmir Teymurun tacirlərindən
Xoca Lahıcan deyir, gəldi burada deyir, düyü əkdi, varlandı və s. O ərazi çünki o Zəngi və Gedər çaylarının, Qırxbulat çaylarının, onların arasında yerləşən bir ərazi idi və o ərazi çox münbit belə suvarılan bir ərazi. Təbii ki, orada insanlar yaşayırdılar. Ancaq şəhər infrastrukturu tamam ayrı şeydir. Şəhər infrastrukturu yalnız o İrəvan qalasının formalaşmasından sonra Bahir şəhər formalaşıb və İrəvan şəhəri də sonradan böyüyüb və s. Yəni bunun heç bir əlaqəsi yoxdur. Hətta güya ki, ermənilər yazırlar ki, 600 neçənci ildə güya Divində keçirilən bir ermənilərin iclasında, din xadimləri iclasında İrəvan şəhərindən də 2 nəfər qaqıq çocuq adında bir nəfər gəlib təmsil edirdi. Bu sırf onların qədim İrəvan şəhərinin erməni şəhəri olmasına belə xidmət edən bir uydurmalardır. İrəvan şəhərinin ərazisində nə qədər qazın taparılıbsa, neyilibsə, bir dənə də olsun ermənilərə aid o pul vahidi deyək, nümunəsi aşkar olunmuyor. Bütün dövrlərə aid var. Sasanilərə aid var, Səvəvlərə aid var, Osmanlılara aid var və s. və s. Nə oldu ermənilərin əgər bu qədim şəhəri idisə, bunlara aid bir nümunə tapılardı da? Yoxdur elə bir şey. Bugünkü İrəvan şəhərində yaşı 250-dən artıq yeganə tarixi, memarlıq abidəsi, tikilisi Göy məsciddir. Ondan əvvəl elə bir tikili yoxdur. Yəni bizim günümüzə gəlib çatan. Və ermənilər də bunu deməli bizə məxsusluğunu inkar etmək üçün tarixi saxtalaşdırma yolu ilə gedirlər və təbii ki, tarixdə onların izi yoxdur. Yəni İrəvan şəhərində ermənilərin izi yoxdur. Ermənilər ora gəlişi, nə zaman gəlişi və ilk dəfə 1441-ci ildə Cahan Şahın dövründə, Qaravulların hakimiyyəti dövründə deməli Kilikiyadan, Sis şəhərindən erməni katolikosluğunun Valaşabat kəndindəki kilsələrə köçürməsi ilə, yəni 3 kilsə deyil də, ora köçürməsi ilə ilk erməni dələrdən ibarət o kilsə ətrafında yaşayış məntəqələr o zaman əmələ gəlir. Yoxdur tarixdə elə bir şey. Ermənilər düzdür yaşayıblar. Ermənilər hər yerdə yaşayıblar. Səpələniblər. 5 ailə orada, 3 ailə orada, 5 ailə orada, nə bilim sənətkarlıqla məşğul olurlar, nə bilim daş kəsməklə, nə bilim filandan, usta işlə məşğul olurlar. Ancaq heç bir tarixdə heç bir yerdə erməni şəhəri deyilən şəhər olmuyor. Yəni deyəsən ki, burada sırf ermənilər yaşayıb, nə Anadoluda, nə Balkanlarda, nə orada, nə burada, heç bir yerdə, nə Kiçik Asiyada, nə Böyük Asiyada. Çünki bunlar səpələniblər, orada, burada yaşayıblar. Amma sonradan isə tarix şərait fürsət verdi ki, gəldilər, bizim İrəvan xanlığının ərazisində cəmləşdilər. Və nəticədə orada özlərinə bir dövlət qurmağa nail oldular. Çar Rusiyası tərəfindən İrəvan xanlığının işğal edilməsindən sonra bölgədə hansı hadisələr baş verib? Tarixi Azərbaycan ərazilərində həyata keçirilən siyasət, soydaşlarımıza münasibət necə idi? Deməli, İrəvan xanlığı ki, 1827-ci il oktyabrın 1-də süqut elədi və ondan sonra orada İrəvan müvəqqəti idarəsi yaradıldı Paskevisin əmri ilə. Paskevis həm qoşunların komandanı idi, həm də ki, mülki idarənin də başçısı idi Qafqazın. Paskevisin əmri ilə İrəvan müvəqqəti idarəsi yaradıldı. General Krasovski də onun başçısı idi. Nerses də, ermənilərin arximandriti Nerses də İrəvan müvəqqəti idarəsinin üzvüdür. Bir nəfər də bir Rus hərbiçisi, 3 nəfərdən ibarət İrəvan müvəqqəti idarəsi yaradılmışdı. Və Türkmənçay müqaviləsi imzalandı. 1828-ci ilin fevral 10-da Türkmənçay müqaviləsi imzalandı və ondan sonra onun 15-ci maddəsi ilə deməli Cənubi Azərbaycan ərazisindən xristian, orada erməni sözü yoxdur müqavilədə. Erməni sözü yoxdur. Xristianların köçürülməsi, deməli Rusiyanın yeni işğal elədiyi, yəni Rusiyanın əlinə keçən ərazilərə xristianların köçürülməsi haqqında burada maddə var. Və ermənilər bundan məharətlə istifadə elədi. Hələ bundan öncə isə İrəvan xanlığı təzə işğal olunan kimi Paskevis bir layihə təqdim eləmişdi Çar 1-ci Nikolaya ki, bu ərazilərə, yəni İrəvan xanlığının ərazisinə 80 min Kazaq köçürülsün. Don Kazaqlar, Volqa boyu Kazaqları buraya köçürülsün. 80 min. Və hesab edirdilər ki, burada bir xristian, yəni Rusların özünə məxsus bir bufer zona yaradılsın, Ruslardan ibarət. Ancaq elə oldu ki, ermənilər şəraitdən, fürsətdən istifadə elədilər. Məsələ qoydular ki, Rusiyadan, o taşı Volqa boyundan, Dondan Kazaqların köçürülməsi Rusiya üçün çox baha başa gələn işdir, ağır bir işdir, uzun sürən prosesdir. Hazır arazinin o tərəfində ermənilər var ki, köçmək istəyirlər, özləri könüllü gəlmək istəyirlər. Bunları rahat özləri gəlirlər, bunları köçürmək lazım. Və beləcə də o deməli 80 min bu əraziyə Kazakın köçürülməsi layihəsi kənara qoyuldu və ermənilərin köçürülməsinə başlandı. Və bu işə də deməli Lazarev adında bir erməni polkovnikini xüsusi dəvət etmişlər köçürmə işlərinə İran ərazisindən, yəni Cənubi Azərbaycan ərazisindən köçürmə işlərinə polkovnik Lazarev rəhbərlik edirdi. Onun vəzifəsi erməniləri gətirib Araz çayında
Burada isə qəbul məntəqəsi yaradılmışdı. Bir xüsusi komissiya yaradılmışdı və erməniləri gətirdilər. Burada Araz çayını keçəndən sonra burada təhvil verdilər və ermənilər deməli həmin erməniləri müharibə zamanı İrəvan xanlığının ərazisində boşalmış və Naxçıvan xanlığının ərazisində boşalmış kəndlərdə yerləşdirdilər. İrəvan xanlığının işğalından sonra erməni vandalları tərəfindən bölgədə dağıdılan, məhv edilən tarixi memarlıq abidələri hansılardır? İrəvan xanlığından deməli işğalından sonra təbii ki, ermənilər ora mərhələ-mərhələ gəldilər. Yəni birinci mərhələ o 1826-28-ci illər Rusiya Qacarlar dövlətinə müharibə və bir də 1828-29-cu illər Rusiya-Osmanlı müharibələrindən sonra Osmanlı müharibəsindən sonra təxminən 90 minə yaxın erməni də ondan sonra gəldi. Yəni Qafqaza ümumilikdə 120 mindən artıq erməni gəldi. Bunun da deməli 60 minə yaxını təkcə İrəvan quberniyasının ərazisində, İrəvan xanlığının ərazisində məskunlaşdırdılar. Və orada ermənilər də gələndə təbii ki, ilk növbədə hansılar ki, Azərbaycanlılar qoyub getmişdilər o kəndləri dediyim kimi ki, ermənilərin məskunlaşdırdılar. İlk dəfə orada Azərbaycanlılara məxsus məscidləri, deməli, qəbristanlıqlara dağıtmağa başladılar. Ancaq ən başlıcası isə İrəvan şəhərinin özündə ermənilər vandalizm törətdilər. Və bütün sənədlərdə var. O 1829-32-ci illərdə İvan Şopen, yəni Paskevitsonu dəvət eləmişdi, məşhur statistik və eyni zamanda tarixçi idi. İvan Şopeni dəvət eləmişdi. Burada kameral siyahılmalar keçirdi. Və o İvan Şopenin verdiyi o kameral təsvirlərdə İrəvan şəhərində 8 məscidin adı ilə yazır ki, burada 8 məscid vardı. İkisi qalada idi, qalanın içərisində, 6-sı isə qaladan kənarda və deməli cəmsi 8 məscid vardı İrəvan şəhərində. Düzdür, dağıdılan məscidlər vardı və fəaliyyət göstərən 8 məscid var. Sonraki dövrdə də elə hətta 1906-1911-ci illərdə İrəvan quberniyasının, yəni İrəvan şəhərinin memarı deyək də, o zaman texnik adlanırdı. Mehrabov, erməni Boris Mehrabovun keçirdiyi İrəvan şəhərinin deməli o xəritəsini tərtib eləyib. Orada göstərir ki, 8 dənə məscid yerini göstərir və adlarında yazır ki, filan məscidlər buradadır. Və bu məscidlərin dağıdılması sistematik şəkildə dağıdıldı. Eyni zamanda Xan sarayı. Məsələn, İrəvan Xan sarayı hansı ki, birinci Nikolay gəlib orada gecələmişdi və onu dağıtmağa başladılar hissə-hissə. Deməli, 1910-cu ildə Rusiya Arxeologiya Komitəsi deməli, bu İrəvan Xan sarayı buna bağlı məsələ müzakirə eləyir. Və orada akademikləri göndərirlər ki, sən get bax gör, burada bu Xan sarayını əgər saxlamaq mümkündürsə, gələcək qorunması mümkündürsə, bunun haqqında vəsait ayrılsın, Xan sarayı qorunsun. Yox, əgər mümkün deyilsə, bu artıq dövlət bunun qorunması üçün vəsait ayrılması. Və deməli, Mar 11-ci ildə gəlir İrəvan şəhərində və İrəvan məscidlərini də deməli, o təftiş eləyir, belə deyək də, onun vəziyyətini yoxlayır. Xan sarayı haqqında bunun hesabatı var. 1912-ci ildə Rusiya İmperator Arxeologiya Komissiyasında bu məsələ müzakirə olunur. Və orada deyir ki, Mar yazır ki, düzdür deyir, burada təbii şəraitin deyir, təsirləri var. Tutaq ki, yağışdan, qardan, nə bilim və s. bu eroziya vura bilər, müəyyən qədər. Ancaq deyir, bu insan əli ilə dağıdılır. Xan sarayı orada deyir, bu insan əli ilə dağıdılır. Yəni, insan kim dağıdırlar? Kim dağıdırlar? Azərbaycan öz irsini dağıdırlar mı? Ermənilər ilə dağıdırlar. İrəvan qalasındakı digər məscid, Abbas Mirzə məscidi. Yəni ona Sərdar məscidi də deyirlər, Abbas Mirzə məscidi də deyirlər. Xan məscidi adlanır eyni zamanda. Xan sarayının yaxınında son dövrlərə qədər bu mövcud olan məscid, məsələn bax bu bizim İrəvan şəhərin bu məscidlərin kitabında mən buna vermişəm. Bu İrəvan deməli bu Sərdar sarayı, Xan sarayıdır. Və Xan sarayında 1890-cı illərdə Türkiyədən qaçıb gələn ermənilər burada oluşmuşdular və başlamışlar bu yavaş-yavaş bunun hissəsini dağıtmağa. Eyni zamanda məscidlər. Sovet hakimiyyəti illərində isə, yəni ermənilərin bu İrəvan xanlığından miras qalan, bizə olan ki, maddi mədəni nümunələr ki vardı, ermənilər onları 20-ci illərdən etibarən, hansı ki, deməli o 1924-cü ildə Aleksandr Tamanyanı Peterburqdan dəvət elədilər Ermənistanın, Sovet Ermənistanın memarı kimi və İrəvan şəhərinin mərkəzi hissəsindən başladı İrəvan söküntü işlərinə. Yəni sırf Azərbaycanlıların, yalnız sırf Azərbaycanın yaşadığı ərazilər və indiki onların Respublika meydanı adlanan meydan ki vardı və orada da yerləşirdi Zalxan meydanı adlanırdı o əslində. Zalxan meydanı idi. Orada yerləşirdi Zalxan hamamı, Zalxan mədrəsəsi, Zalxan məscidi, eyni zamanda orada bir dükanlar vardı. İrəvanlıların dükanları silsilə o
zəncirvarı dükanları həmin ərazidə yerləşirdi və 24-cü ildə oradan başladılar söküntü işlərinə. Məsələn, onların opera binası ki var, onların opera teatrı ki, hansı ki o mitinqlər orada keçirildi 88-ci falan da. Orada Azərbaycanlıların evləri idi və bağları idi. Və xüsusən də İrəvan şəhəri bağlar şəhəri idi. Çünki hər iki tərəfdən suvarılan ərazilər idi, o bağlar. Məsələn, orada 1400-dən artıq bağ qeydə alınıb. Və sırf onun 730 neçəsi İrəvan şəhərinin özündə qeydə alınmışdı. Hər ailənin, hər ailənin özünün bağları vardı və İrəvanlılar da o bağlardan götürən meyvələrindən olan qurudulmuş meyvələrini hətta Avropaya ticarət edirdilər. Azərbaycanlılar öz məhsullarını xaricə çıxardılar məsələn. Yəni çox zəngin və ermənilər o birinci növbədə xan bağını qırdılar. Xan bağında xanın köşkü var idi. O köşkü ləğv elədilər, onu dağıtdılar. Onu hətta orada sənədlərdə var ki, onu mina qoyub, partlayıcı qoyub o xanın yay köşkü var idi. Deməli, Zəngin çayının sağ sahilində onu partlatdılar və o xan bağını qırıb orada o Türkiyədən və İrandan gələn ermənilər üçün torpaq sahəsi verdilər ki, onlar ermənilər orada özləri üçün ev tiksinlər və s. Yəni irsimizi hissə-hissə bax bu cür dağıtdılar. Sovet dövründə isə deməli bizim o Göy məscid 30-cu illərə, 32-ci ilə qədər Göy məscid kimi funksiyasını davam elətdirdi. 32 ildən sonra ora yerləşdirdilər İrəvan şəhərinin tarix muzeyi və təbiət muzeyini yerləşdirdilər və İrəvan şəhərində deməli fəaliyyət göstərən məscid Dəmirbulaq məscidi idi, bir də Təpəbaşı məscidi. Təpəbaşı məscidinin özündə də artıq xaricdən gələn ermənilərin məscidi, 20-ci illərdən sonra xaricdən gələn ermənilərin məscidləşməsi. Bugünkü gündə də Təpəbaşı məscidində bir neçə erməni ailəsi yaşayır. Videolar var. Və axırıncı məscid bizim yeganə qalan məscid o Dəmirbulaq məscidi idi ki, onda 1990-cı ildən sonraki ermənilər şaya yaydılar ki, Bakıda Azərbaycanlılar bizlər erməni kilsəsini dağıtmışıq. Ondan gətirdilər, dağıtdılar, elədə yox. Və bunun haqqında sənədlər var. Həmin o Dəmirbulaq məscidinin sənədləri bizim Qafqaz Müsəlmanlar İdarəsində onun nümayəndəsi onun sənədlərinin hamısını gətirib deməli bizim Qafqaz Müsəlmanlar İdarəsinə təhvil verib. Yəni bugünkü gündə bizə məxsus, yəni İrəvanda Azərbaycanlılara məxsus yeganə tarixi irsimizə, memarlıq irsimiz Göy məscididir ki, onda deməli Fars məscidi adı ilə İran Mədəniyyət Mərkəzinə 100 illiyə icarə veriblər və bununla da bizim oradan izimiz silməsi aldılar. Və 2003-cü ildə sonuncu bunların birisi də bir qazıntı işlər apardılar o Respublika meydanında və orada çıxdı deməli Zalxan hamamının qalıqları çıxdı. Çünki ora nisbətən mailidir, gətirib onun üstünü torpaqla doldurmuşlar. Onun üst hissəsini söymüşlər, qalan hissələri qalmışdı torpağın altında. Zalxan mədrəsəsinin qalıqları çıxdı onun altından və sonra ermənilər gəldilər, dedilər ki, və buradakı açıq səma altında muzey düzəltmək istəyirlər ki, qədim erməni hərsi Romadan əvvəl 30 il əvvəl salınan elə buraymış, ki, həmin yer imiş və onlar memarlar və tarixçilər gəldilər ki, bütün sənədlərdə, bütün o rəsmlərdə, şəkillərdə bura Zalxan meydanıdır və burada da bu iz ermənilərə aid deyil və onun tarix görünüşündən də, xarici görünüşündən və onu gətirib təzədən üstünü asfaltlarlar və bundan da bizim irsimizi deməli örtbasar etməyə çalışdılar. 1902-ci ildə İrəvan quberniyasının yaddaş kitabı çıxıb İrəvanda. Rusçadır o kitab. Pamyatna Knижка İrəvansk quberniya. Orada yazır ki, İrəvan quberniyasında 310 məscid mövcuddur və bunlardan da 7-si İrəvan şəhərinin özündədir. Deməli 1902-ci ildə 310 məscid İrəvan quberniyasının ərazisində. Ancaq sonra nə qalmışdı? Bizim Sovet dövründə də, yəni xüsusən də bu 30-cu illər, 20-30-cu illərdən sonraki bu Allahsızlıq hərəkatı olduğu bir kampaniyaya getdi filan. Ermənilərə fürsət verdi ki, elə bizə məxsus olan o bütün o məscidləri filan hamısını sıradan çıxarsınlar və yerdə qalan məscidlərdə başqa məqsədlə istifadə olunurdu. Taxılan barı kimi və s. müxtəlif, məsələn, kəndlərdə məscidlər qalmışdı. Ancaq məscid kimi fəaliyyət göstərmirdi onların heç biri. Ermənilər İrəvan xanlığının ərazisindəki qədim yer-yurt adlarını dəyişdirib, Azərbaycanlılara məxsus çoxsaylı maddi mədəniyyət abidələrini məhv ediblər. Bu cür davranışla tarixi yaddaşı silmək, gerçəkliyi dəyişmək mümkündürmü? İrəvan xanlığının ərazisində İrəvan xanlığı və Naxçıvan xanlığı işğal olundan sonra o ərazidə dediyim kimi erməni vilayəti yaranmışdı. Orada 1111 kənd mövcudu idi. Statistika var əlimizin altında. 1111 kənddən 62-sində ermənilər yaşayırdı, hələ köçürmələrə qədər. Və onda cəmisi 14-ün adı ermənicə idi. Hansılar şu erməni kilsələrin ətrafında gəlmişlər, məskunlaşmışlar və s. Təsəvvür edirsiniz. Adlar hamısı bizə məxsus idi. Və Çar Rusiyası dövründə cəmisi 3-4 ad dəyişdirmiş. Onda Rusiyanın belə deyək də öz marağına uyğun olaraq
Məsələn, Gümrünü eləmişlər Aleksandropol eləmişdilər. Nə bilim, Ördəhlini eləmişdilər, Sevan eləmişdilər. İrəvanı, Erivan eləmişdilər və s. Yəni cüzi. Ancaq Ermənistanda Daşnak hakimiyyəti dövrü başlayandan sonra şansla ki, o Azərbaycanlıları qovdular, qaçdılar, kəndləri boşaltdılar. O xaricdən gələn ermənilər oraya məskunlaşdıranda ilk dövrdə orada başladılar Azərbaycanlılara məxsus adların dəyişdirilməsinə. Və Sovet hakimiyyəti illərində bu adların dəyişdirilməsində 521 ad artıq 88-ci ilin sonuna qədər Azərbaycanlılar ki, oradan sonuncu Azərbaycan çıxana qədər 521 Azərbaycanlılara məxsus yaşayış məntəqələri adlarını dəyişdirmişdilər. Və sonrakı prosesdə isə bu proses davam edir. Yəni bugünkü gündə biz o məsələni izləyirik. O adlaşdırma əməliyyatını necə orada hardasa 706 yaşayış məntəqəsinin və inzibati vadinin adını dəyişiblər. Və ondan da əlavə indiki Ermənistan ərazisində deməli mikrotoponimlər vardı. Hər bir kəndin ətrafında, öz ərazisində əkin sahələri vardı. Dağlar var, dərələr var, təpələr var, çaylar var, nə bilim çayırlıq var. Bunlar hamısının adları var ki, xəritələrdə bunlar bizim babalarımızın verdiyi adlarla oturmuşdu. Və Ermənistan Kadastrı Komitəsi var. Onlar deyirlər ki, 40 mindən artıq biz mikrotoponimi artıq dəyişdirmişdilər 2007-ci ilə qədər. Cüzi bir hissəsi qalmışdı. Yəni bizim verdiyimiz adları özlərinə uyğun adlarını dəyişdilər. Və bu proses deməli bugünkü gündə də davam eləyir. Az cüzi bir miqdarda qalıb ki, özləri bəzilərini qəsdən dəyişdirmirlər ki, məsələn ki, Nizami Nizli kəndinin bir adını eləmişlər Nizami, birini eləmişlər sayətində 2 Nizli var. Aşağı Nizli, yuxarı Nizli. Yəni onu dəyişdirib Nizami kimi saxlayırlar ki, görürsünüz bax biz Nizami isə hörmət edirik və s. Yəni bu erməni siyasətidir. Ancaq bizim bir professor İbrahim Bayramovla bərabər bizim son bir tədqiqatımız çap olundu. Həqiqətin onomastikası kitabı. Və o həqiqətin onomastikası kitabında indiki Ermənistan ərazisində bütün biz yaşayış məntəqələrinin hansılar ki, tarix ədəbiyyatda bunların adı keçir haqqında məlumatlar var. Biz onu müəyyənləşdirdik. Deməli 734 yaşayış məntəqəsi hansılar ki, vaxtda Azərbaycanlılar yaşayıb, bu gün var o kəndlər. Ancaq orada ermənilər yaşayır. 734 yaşayış məntəqəsində. 499 yaşayış məntəqəsi ləğv olub. Yəni tarix ədəbiyyatda burada o statistikalarda bu kənd var. Əhalisi haqqında məlumat var. Bugünkü gündə o kənd yoxdur. 499 kənd deməli xaraba qalır. Və biz onunla bərabər də bizim hidronimlərin, oronimlərin, tağların, təpələrin adlarını dəyişdilər, çaylarımızın, göllərimizin adlarını dəyişdilər. Yəni bu proses ona xidmət edir ki, güya ki, bura sırf tarixi erməni torpağıdır, qədim erməni torpağıdır. Ancaq bizim bu adlarımızı xəritə üzərində onlar dəyişdirsələr də, ancaq sənədlərdə dəyişmək mümkün deyil ki, Çar Rusiyası dövründə dəfələrlə orada siyahılmalar keçirilib, xəritələr çap olunub. O xəritələr bizdə 1903-cü il xəritəsi var, Qafqazın 1903-cü il hərbi topoqrafi xəritəsi. Orada hamısı görürsən ki, orada bizim adlarımızdır. Yəni bunların bizim deməli əvvəlcə bizi fiziki cəhətdən Azərbaycanlıların etnik təmizləmə məruz qoydularsa, sonradan bizim mənəvi cəhətdən bizim irsimizin, yəni bizə məxsus olan o toponimlərimizi silməyə çalışırlar. Lakin bunların heç birini silmək mümkün deyil. Tarixdə bunlar var. Yəni ermənilərin gəlişi də tarixdə bəllidir ki, hansı tarixdən, bu yaxın tarixdən günbəgün bəllidir ki, hardan, nə zaman, nə qədər erməni hara gəlib yerləşib, bunlar hamısı bəllidir. Yəni bu Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisi tarixi Azərbaycan torpağıdır və bugünkü gündə də bu Qərbi Azərbaycan icmasının yaranmasının məqsədi ilə bizim tarixi torpaqlarımıza, irsimizə sahib çıxmaqdır. Son dövrdə aparılan xüsusi tədqiqatlar ki var, bunlar hamısı ona xidmət edir ki, bu ərazilər, bu torpaqlar Azərbaycan torpaqlarıdır. Bunun sahibləri Azərbaycanlılardır. Bunlar zaman-zaman, mərhələ-mərhələ etnik təmizliyə, deportasiyaya, soyqırımlara məruz qoyularaq o ərazidən qovulublar. Lakin onların öz tarixi, etnik torpaqlarında yaşamaq hüquqları var və bütün bu vəsaitlərdə, çap olunan əsərlərdə ona xidmət edir ki, onların yerlilərin, yurtlarının sahibi kimlərdir və orada da zaman gələndə, şərait yaradında o adamlar gedib öz tarix torpaqlarında yaşaya bilsinlər. Studiyamıza gəldiyinizə görə təşəkkür edirik. Sağ olun, mən təşəkkür edirəm. Xatırladım ki, bugünkü müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa idi. Yolumuz Qərbi Azərbaycanadır.